Salam, bugün sizə 7-ci sinif biologiyadan 7.1 fiziki sağlamlıq mövzusunu və çalışmaların izahını verəcəm. Bu cədvələ fikir verək. Burada insan sağlamlığına təsir göstərən amillər verilib. Deməli, irsiyyət 10%, ekologiya 20%, tibb 10%, həyat tərzi isə insan sağlamlığına 60% təsir göstərir. Yəni, ən çox insan sağlamlığına təsir göstərən həyat tərzidir. Suallara baxaq. Sizcə sağlamlıq nədir? Sağlamlıq həm fiziki, həm də psixoloji cəhətdən sağlam olmaq deməkdir. Necə düşünürsünüz? Sağlam həyat tərzi anlayışına nələri aid etmək olar? Sağlam həyat tərzi anlayışına zərərli vərdişlərdən uzaq olmağı, həm fiziki, həm də psixoloji cəhətdən sağlam olmağı, daha sonra sağlam həyat tərzi anlayışına isə düzgün qidalanmağı, eyni vaxtda yatıb, eyni vaxtda durmağı, yəni düzgün yuxu rejimini misal göstərə bilərik. Sağlam həyat tərzi isə insan orqanizmində gedən biopatoloji proseslərin qarşısının alınması, sağlamlığın qorunması və yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən davranışlardır. Burada fəaliyyət hissəyə diqqət yetirək. Deməli, sağlam həyat tərzi keçirən insan, qeyri-sağlam həyat tərzi keçirən insan. Suallar necədir? Necə qidalanır? Sağlam həyat tərzi keçirən insan düzgün qidalanır. Qida rasionunda zülalın, yağın, karbohidratın və vitaminlərin olmasına diqqət yetirir. Zərərli qidalardan uzaq durur. Amma qeyri-sağlam həyat tərzi keçirən insan isə düzgün qidalanmır. İdmanla məşğul olurmu? Sağlam həyat tərzi keçirən insan idmanla məşğul olur. Qeyri-sağlam həyat tərzi keçirən insan isə passiv həyat tərzi keçirir və idmanla məşğul olmur. Asudə vaxtını necə keçirir? Sağlam həyat tərzi keçirən insan asudə vaxtını yüngül idman hərəkətləri edərək, yüngül gəzintilər həyata keçirərək və s. Yəni, asudə vaxtını fiziki cəhətdən aktiv olaraq keçirir. Amma qeyri-sağlam həyat tərzi keçirən insan isə asudə vaxtını passiv şəkildə keçirir və mənfi şəkildə asudə vaxtını dəyərləndirir. Zərərli vərdişləri varmı? Sağlam həyat tərzi keçirən insanlarda zərərli vərdişlər olmur. Qeyri-sağlam həyat tərzi keçirən insanlarda isə zərərli vərdişlər, məsələn, siqaret, alkoqol, narkotik və s. kimi zərərli vərdişlərə aludəçilik olur. Müzakirə edin. Sizcə həyat tərzini xarakterizə etmək üçün niyə məhz bu meyarlar əsas olaraq seçilib? Çünki həyat tərzimizi xarakterizə etmək üçün sağlam həyat tərzi keçirmək mühümdür. Sağlam həyat tərzi keçirmək üçün də düzgün qidalanmalı, qida rasionuna fikir verməliyik. Qidanın tərkibində zülalın, yağın, karbohidratın, vitaminin mümkün qədər miqdarın olmasına diqqət yetirməliyik və mənfi vərdişlərdən, zərərli vərdişlərdən uzaq durmalıyıq. Biz zərərli vərdişlərə də məsələn siqareti, alkoqolu, narkotika aid edirik və təmiz havada, açıq havada gəzmək də üstün cəhətlərdəndir. Nəyə görə? Çünki təmiz havada gəzmək beyində oksigenin olmasına müsbət təsir göstərir. Bu da ürəyin, qan damarlarının, digər orqanların müsbət şəkildə birgə fəaliyyətini təmin edir. 2. Necə düşünürsünüz? Həyat tərzinizi xarakterizə etmək üçün daha hansı göstəricilər əlavə edə bilər? Daha hansı, məsələn, yuxu rejimini biz bura aid edə bilərik? Eyni vaxtda yatıb, eyni vaxtda durmaq, 8 saatdan az yatmamaq. Bunlar da digər meyarlar arasına əlavə edilə. Sağlam həyat tərzi keçirən insanlar fiziki cəhətdən fəal olurlar. Orqanizmlərini möhkəmləndirirlər, düzgün və balanslaşdırılmış qidalanırlar. Fiziki və mental fəaliyyət zamanı sinir sistemini həddən artıq gərginlikdən qoruyurlar və zərərli vərdişlərdən, siqaretdən, spirtli içkidən, narkotikdən imtina edirlər. Fiziki fəaliyyət, insan orqanizminin sağlamlığı üçün fiziki fəaliyyət çox önəm daşıyır. Nəyə görə? Çünki, məsələn, fiziki fəaliyyətə biz nəyi misal göstərə bilərik? Məsələn, səhər idmanını, qaçışı, üzgüçülüyü, hərəkətli oyunları, gəzintiləri misal göstərə bilərik. İdman sayəsində narahatlıq və gərginlik aradan qalxır.
Nəticədə insan özünü gümrah hiss edir. Müntəzəm idmanla məşğul olan zaman insan müəyyən qədər enerji itirir ki, bu da artıq çəkidən xilas olmağa kömək edir. İdman ağciyərlərin, ürəyin və damarların fəaliyyətini də gücləndirir. Nəticədə insan beyninə daşınan oksigenlə zəngin qan sayəsində yuxusuzluq və təngənəfəslik də aradan qalxır. Hərəkət çatışmazlığı insana kifayət qədər fiziki fəaliyyəti olmayan və əzələ kütləsinin azalması ilə xarakteriz olunan bir vəziyyətdir. Ümumiyyətlə, oturaq həyat tərzi keçirmək insan sağlamlığına çox mənfi təsir göstərir. Çünki burada həm ürəyin, qan dövranının, sinir sisteminin işində çatışmazlıqlara səbəb olur. Və əgər oturaq həyat tərzi keçirən insanlarda artıq beyində oksigen çatışmazlığı baş verir. Beyində oksigen çatışmazlığı da artıq ümumi fəaliyyəti zəiflədir, daimi yorğunluq yaradır və gecə yuxusuzluğu müşahidə olunur. Burada artıq biz bir piramidanı müşahidə edirik. Fiziki fəallıq piramidasıdır bu. Deməli, hər gün nə etməliyik? Hər gün, baxın, yüngül yürüyüşlərdir, idmanlardır, gəzintilər həyata keçirilməlidir. Amma həftədə 3-5 dəfə nə etməliyik? İdman hərəkətləri etməliyik. Məsələn, tenis oynayırlar, futbol, velosiped sürürlər və s. Həftədə 2-3 dəfə nə etməliyik? Bura artıq daha ağır idman hərəkətləri, məsələn, alpinistlər, buz yürüyüşləri və s. misaldır. Amma azaldın hissəyə nədir? Piramidanın ən yüksək səviyyəsində artıq görürük ki, biz ölçü kiçilib. Nəyi azaltmalıyıq? Ekranla olan əlaqəni azaltmalıyıq. Televizor, kompüter, telefon və s. Ən az deməli istifadə etməliyik deməli texnologiyadan. Düzgün qidalanma və qida rasionu. Fiziki sağlamlıq qədər düzgün qidalanma da insanın sağlamlığında ən mühüm rolu oynayır. İnsanın gün ərzində ehtiyac duyduğu hər bir qida növünün miqdarı onun qida ehtiyacını və ya qida rasionunu müəyyən edir. Hər birimizin qida ehtiyacı yaşımızdan, cinsimizdən, bədən kütləmizdən asılıdır. Fiziki cəhətdən əgər insan çox fəaldırsa, daha çox qidaya ehtiyacı olur. Amma oturaq həyat tərzi keçirən insanlar isə bunlar fiziki cəhətdən zəif olduqlarına görə, onlarda fiziki fəallıq cəhətdən zəif olduqlarına görə onlarda qidaya olan ehtiyac, yəni tələb isə az olur. Və yaxud da uşaqlar daha aktivdirlər. Dayanmadan qaçırlar, əylənirlər və s. Onlar bu zaman nə olur? Enerji itirirlər. Və həmin itirdikləri enerjiyə olan tələbatı ödəmək üçün də daha çox qidalanmalıdırlar. Amma yaşlı insanlar isə orta yaşa, yeniyetməyə və uşağa nisbətən daha az qidalanırlar. Çünki onlarda fiziki fəallıq daha azdır. Və yaxud da kişilər də, məsələn, eyni yaşda kişi və yaxud da qadının qidalanmasına baxsaq, kişinin qidaya olan ehtiyacı eyni yaşda qadına olan qidasına olan ehtiyacdan daha çoxdur. Bu da fiziki fəallıq səbəbindəndir. Bir də qidanın tərkibində nəyə diqqət yetirməliyik? Zülalın, yağın, vitaminin, mineralların, suyun zəruriyyətinə baxmalıyıq. Ümumiyyətlə, hər gün ən az 2 litr su içmək lazımdır. Qida rasionunda üzvü maddələr olan zülala, yağa, vitamin olmasına, karbohidratın olmasına fikir verməli. Məsələn, hansı qidanın tərkibində karbohidrat var? Məsələn, çörəyin tərkibində karbohidrat var. Çörəyi ağzınızda bir 3-5 saniyə saxlayandan sonra müşahidə edirsiniz ki, ağzınızda artıq şirin bir tam var. Deməli, çörəyin tərkibində karbohidrat var. Və yaxud da ətin, yumurtanın tərkibində zülal var. Məsələn, noxudun tərkibində ətdə olan qədər zülal var məsələn. Bəs zülalın orqanizmdə rolu nədir? Orqanizmdə gedən bir çox proseslərdə zülallar mühüm rol oynayır. Orqanizmin böyüməsində, bədənin müxtəlif hissələrinin, o cümlədən əzələ toxumasının inkişafında, saçların inkişafında zülalların mühüm rolu var. Pendirin və qaymağın tərkibində isə yağ olur. Yağlar enerji toplamağa və bədənimizi isti saxlamağa kömək edir. Meyvə və tərəvəzlər isə vitaminlərlə zəngindir. Yəqin ki, bunu bilirsiniz. Vitamin və minerallar orqanizmdə tənzimləyici rol oynayır, böyüməni, normal inkişafı və sağlamlığı təmin edir. İndi isə biz danışaq qida piramidasından. Qida piramidası, diqqət yetirək qida piramidasına. Düzgün və balanslaşdırılmış qidalanma orqanizmin ehtiyac duyduğu bütün qidaları lazım miqdarda təmin edir. Bunun üçün nə çox, nə də az yeməliyik. Həddindən çox yemək və yaxud da az yemək, bu da orqanizmin mənfi təsir göstərir. Qida maddələrinin düzgün seçilmə üsullarından biri də qida piramidasıdır. Baxaq piramidaya. Piramida aşağıda karbohidratlarla zəngin qida ilə başlayır və daha az tələb olunan digər qruplarda yekunlaşır. Məsələn, ən çox piramidaya diqqət yetirsək,
undur, undan hazırlanan çörəkdir və s. Məsələn, un və un məmulatlarıdır. Daha sonra piramidanın ikinci səviyyəsinə baxaq, nədir? Burada meyvə və tərəvəzlərdir. Piramidanın üçüncü səviyyəsinə baxaq, nədir? Burada yumurtadır, ətdir, balıqdır və s. Amma dördüncü səviyyədə nə görürük biz? Məsələn, dondurmanı görürük, şokoladı görürük və s. daha az istifadə etməliyik. Daha sonra keçək, düşün, müzakirə et, paylaş, öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın. Düşün, müzakirə et, paylaş. Nə üçün yemək yeyərkən diqqəti yayındıracaq başqa işlərlə məşğul olmamaq məsləhət görülür? Çünki başqa işlə məşğul olmaq həzm prosesini də pisləşdirir və doyma siqnalı insanın beyninə 20 dəqiqədən sonra çatır deyənə artıq burada həmin siqnalın da pozulmağına gətirib çıxarır. Öyrəndiklərinizi tətbiq edin. Məhsulun enerji dəyəri onu qəbul edən zaman orqanizm tərəfindən istehsal olunan enerjinin miqdarıdır. Yəni bu orqanizmin həyati funksiyalarını təmin etmək və sərf olunan gücü bərpa etmək qabiliyyətidir. 100 qram məhsulun və ya 100 ml içkinin enerji dəyəri göstərilir. Göstəricilər üzvlərin yağlı və karbohidratlı miqdarı müəyyən olunur. Cədvəldə bəzi məhsulların enerji dəyəri tərkibində qida maddələrinin faizi miqdarı göstərilir. Müzakirə edində nə deyir bizə? Sadana məhsullardan hansı daha çox kalori daşıyır? Kalori, yəni daha çox enerji daşıyır. Baxaq bu hissəyə, enerji dəyəri buradadır. Ən çox enerji rəqəmlərə baxaq, 656. Hansındadır? 656 qozda. Ən çox enerjini daşıyan qozdur. Hansı ərzaq məhsulunda daha çox zülal, hansında daha çox yağ, hansında daha çox karbohidrat var? Baxaq, zülal olan hissəyə. Ən çox zülal hansındadır? Rəqəmlərə baxaq. Ən çox zülal 22.1 pendirdədir. Baxın, ən çox zülal pendirdə. Ən çox yağ hansındadır? Yağ rəqəmlərə baxsaq görürük ki, ən yüksək rəqəm 60.8. Yenə qozda. Karbohidrat isə ən yüksək 48.3. Yəni ağ çörəkdədir. Belə cədvəllərdən nə üçün və harda istifadə olunur? Belə cədvəllərdən idmançılar çəkini müəyyən nisbətdə saxlamaq üçün istifadə edir. Öyrəndiklərinizi yoxlayın. 1. Az hərəkətli həyat tərzi sürən insanlar daim yorğunluq müşahidə olunur. Bunun səbəbi nədir? Bunun səbəbi qan damar sisteminin işi yavaşıyır, beyində oksigen çatışmazlığı yaranır. 2. Qida rasionunuz ailənizin digər üzvlərindən fərqlənirmi? Biz dedik ki, yeniyetmələrdə qidalanma fəaliyyəti yüksək olur. Çünki onlar həm zehni əməklə məşğul olur, həm də fiziki daha çox aktiv həyat tərzi sürdüklərinə görə daha çox qidalanırlar. 3. Sağlam qida seçimini necə edə bilərik? Fikrinizi əsaslandırın. Baxır həmin insanın gündəlik enerji sərfinə. Əgər yaşlı insandırsa, yaşlı insanın aktiv bir həyat fəaliyyəti olmadığına görə o orta yaş insana və yaxud da yeniyetmələrə, uşaqlara nisbətən daha az qidalanır. Amma idmanla məşğul olan və yaxud da ağır fiziki işlə məşğul olan insanlar isə daha çox qida maddələrindən istifadə etmiş olur. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like